Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Gənclər, sizə tövsiyəm, yaşadığımız dönemdə ən böyük problemlərdən biri nədir? Ailələrin tez dağılmasıdır. Boşanmaların həddinin artıq baş verməsidir. Yəni, hətta şəriət baxımından boşanmağı haqq eləməyən, boşanmağa səbəb olmayan şeylər olsa belə, həmən ailə o xırda səbəblərə görə boşanmaqla nəticələnir. Ona görə sizə tövsiyəm, evlilik adət deyil ki, yani herkes evlenir, ben de evlenim. Bu şekilde evliliğe bakmamak lazım. Evlilik bir sorumluluktur, bir məsuliyyətdir, bir aile qurmaqdır, bir yuva qurmaqdır. Bu əsasda baxmaq lazımdır. Ona görə belə baxsaq görərik ki, səbəblərdən biri, boşanmanın əsas səbəblərdən biri, evlənərkən insanın evlənməkdə nəzər nöqtəsi qadının görünüşü olmasıdır. Qadının gözünün qaralığı, üzünün qırmızılığı və s. kimi görüş olmasıdır. Bu da əsas seçimdə meyar bu olarsa bir müddətdən sonra nə olur? Adiləşir. Nə qədər insanlar var, həyat yoldaşları dünyanın en güzel qadınlarıdır, amma baxsa xəyanət eləyir, baxırsan nə bilim başka şeyler. Bunlar hamısı onu sübut eləyir ki, meyar yanlış olanda nə olur? Onun nəticəsi də həmişə uçurucu olur, dağıdıcı olur. Ona görə İmam-ı Rafi'i rahmetullah deyir ki, ailelerin ayak üstə durması, yuvaların, evlilik həyatlarının ayak üstə durması qadının gözünün qaralığına, üzünün qırmızılığına göre değil. Qadının əxlaqına, tərbiyəsinə, təbiətinə, xasiyyətinə və əxlaqına göre durur. Ailelerin ayak üstə durmasının səbəbi qadının nəyidir? Tərbiyəsi, fitrəti, təbiəti və əxlaqıdır. Bu çox önemlidir. Ömer İbn Xattab radiyallahu anh döneminde bu şeyler təbliğ olunduğu için boşanma meseleleri sıfıra inir. Onun için size tövsiyem her zaman aileye bakışınız bu nəzərdən olsun. Evlendikten sonra, evlenmezden önce evleneceğiniz insanların esas xasiyyətini, əxlaqına, dini ilə beraber bunlar olsun hədəf. Gözəllik də olması seçimlerdendir, lakin temel olmasın. Temel olarak bakmayın. Önemli unsurlardan bakın. Bir de ki kızlarımız və yaxud da bacılarımız, aile üzvlərindən kimlərsə varsa, əsas bunların üzerinde tərbiyələməmiz lazımdır. Ki hatta ne olsun, bu xırda şeyleri göre ailelerin dağıldığı bir zamanda hiç olmasa elimizden geldiğimiz kadar biz xeyirlərə vəsil olaraq. Allah Teala hamımıza kömək olsun. Selamun Aleyküm ve Rahmetullah.